Bunlar müşkü tutan kimi yenə də özündən gedir. Biraz özünə gəlir. Əmbəri tutan kimi yenə də özündən gedir. Ay balam buna nə oldu deyib cəmaat əlhəzər eləyəndə oradan bir nəfər şəxs keçir ki onu tanıyır. Tanıyır deyir ki ay balam siz nə edirsiniz? Bu dabaqçıdır. Siz bu ətirləri, xoş rayihələri buna verib bunu daha da öldürəcəksiniz ki mən onu diriltən, ayıltan təri bilirəm. İgidlərin başın yiyən, qocalar bozbaşın yiyən, qəbirlərin daşın yiyən, özü yenə qalan dünya deyir Məhəmməd Şəhriyar. Mən yuxuda padişah idim. Mənim qulluqçum, Əşrəf Əyyanım, Vəzir Vüqaram hamısı mənim qulluğumda durmuşdular. Böyük bir məmləkətin xəlifəsi padişah idim. Məni yuxudan durğuzmaqla məni taxtdan saldın. Bu eşrəti, bu hakimiyyəti əlimdən aldın. Çox böyük pislik elədin mənə. Bəhlul deyə, Harun Rəşiddir, ay kişi, ayam oğlu, ağlı başına yuxudur, yuxu, bu əsildə deyil bu. Bu yuxuda görmüsən bunu sən. Əsil həyat deyil. O deyir ki, nə fərqi var ki, mən yuxudan ayılanda, ayıldım, gözümü açdım deyə padişahlıqdan düşdüm. Sən gözünü yumacaqsan, padişahlıqdan düşəcəksəndir. Fərqi yoxdur. Kim nə anlar bu zalimin işindən, çoxlarını keçiribdi dişindən, möhkəm yapış papağından, başından, başdan papaq alıb qaçan dünyadır. Və yirlər, içirlər və gedirlər. İkinci bir dəstə gəlir, içəri gedəndə orada təzələnən yeməkləri, qab-qaşıqları görür və başa düşür ki, bunlardan qabaq bura kimlərsə gəliblər və yeyib içib çıxıb gediblər. Və qab-qacaq da, istifadə olunan kərası da yerindədir. Onlar da yeyib içdikdən sonra, özlərindən sonra gələnlərin burada heç nə aparmadıqlarını anlamayıb, istəsələr ki, orada olan şeylərdə yeyib içdikdən sonra qaşıqları ciblərinə, küzələri çantalarına, manqalları dallarına alıb aparsınlar, həm böyük ədəbsizlik eləyərlər, həm də özlərinə bir hürmət eləyərlər. Söhbət əsnasında dedi ki, insan üçün ən çətin şey atanın öz evladını qəbirə qoymasıdır. Bəli, dünya sürprizlərlə doludur. Heç bilmirik ki, dünya səhərsi gündə elə bir yerdir ki, hansı imtihan başımıza gələcəkdir və çox da etibarsızdır. Etmiş olduğu səhvlərə yox, qocalmaqlarını peşman istəyirlər ki, Məlik Məmmədin atasının yediyi almadan yeyib cavanlaşıb, yenə də hoqqa versinlər. Amma nə xoşbəxtdir o cavanlar ki, həmin o peşman olan qocalar kimi indidən dünyanın gərdişinə baxıb, aldatıcı bir məta olduğunu görüb və axirətlərinə hazırlıqlı olsunlar. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî şerha sudûrel mu'minîne bi envâril İslam. Vessalatu vesselamu ala rasulina Muhammedin hayril enam ve ala alihi ve ashabihi'l ikram. Kâlallahu Teala fil kelam. Əuzu billahi mineşşeytanirracim. Ve mel hayatud dunya illa meta'ul gurur. Sadaqallahul azim. وقال رسول الله صلى الله عليه وسلم حب الدنيا رأس كل خطيئة. صدق رسول الله. Selamu aleyküm ve rahmetullah. Möhtərəm izləyicilər, biz keçən söhbətlərimizdə insanın kimliyi barəsində bəhs açdıq və insanın gəlmiş olduğu dünyaya doğulana qədər var olduğu ruhlar aləmində hansı mərhələlərdən keçərək göndərdiyi barəsində söhbət etdik. Bugünkü söhbətimiz də bu həyatın davamı olan, yəni ruhlar aləmindən, səmadan gələn ruhun dünyada bədənə qoyularaq yaşantısının mahiyyətini inşallah danışacağıq. Bugünkü söhbətimiz dünyanın özü barəsindədir. Dünya nə yerdir? Dünya haradır? Allah-u Teala dünyanı bizə necə tanıtır? Peyğəmbər Aleyhisselatü Vesselam dünya barəsində bizlərə nə deyib, nə misallar çəkib? Və bu qədər alimlər, şeyxlər, evliyalar, əfəndilər və şairlər, ədəbiyyatçılar, bu giləy-güzarlar dünya barəsində nədəndir? Əvvələn oxumuş olduğumuz ayət cəllənin təfsirini sizin üçün bəyan etmək istəyirəm. Allah Azze və Cəl Həzrətləri Hədid surəsinin 20-ci ayət cəlləsində dünyanı bizə tanıdır və buyurur ki, وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Dünya həyatı aldadıcı bir yerdən başqa bir şey değildir. Yəni dünya dediyimiz bu təriflənən müsbət elmlər,
dünya filan kəs barəsində misal çəkir, tərif eləyirdi ki, filan kəs çox mütərəqqi, dünyavi insandır. Bəs bu dünya nədir? Allah-u Teala dünyanı deyir ki, ancaq dünya nə yerdir? Dünya həyatı bir aldadıcı yerdən başqa bir şey deyildir. Bilinsin ki, dünya sözünün mənası ərəb dilində aşağı deməkdir. Ne üçün? Çünki keçən söhbətdədir ki, Allah-u Teala insanı aləmi lahudda xəlq eləyir və özünə yaxın eləyir və yavaş-yavaş insanı imtihan üçün özündən uzaqlaşdırır. Aləm lahuddan aləm cəbəruta, aləm mələkuta və aləmi mülkə, yəni dünya həyatına Allah Teala bizləri göndəribdir. Dünya aşağı deməkdir. Bu aləmdən ən altında olan yer dünya həyatıdır. Kitablarda isə evliyalar, alimlər, nəsihətləri deyirlər ki, dünya əslində la şeydir. La şey bizim dildə desək, mən deyim ki, necə ifadə edib doğrusun, heç şey. Niyə heç şeydir? Çünki dünyada görmüş olduğumuz, etmiş olduğumuz işlərin nəhayət etibarilə sonu heç olur. Dünya özü də nəhayət etibarilə bir heç olacaqdır və qiyamət gündə insan dünyanı Allah-u Teala məhşər meydanına gətirəndə lazımı olan proses, o haqq hesablar olduqdan sonra, lazımı olan o sorğu suallar olduqdan sonra, üzləşmələr olduqdan sonra insanlarla insanlar, dünyanla insanlar, ondan sonra Allah Teala toz kimi dünyanı heç eləyəcəkdir. Onun üçün də dünya heç şeydir. Və dünyanın xasiyyəti, mahiyyəti belə olduğundan, la şey olduğundan, heç şey olduğundan dünyaya xatir olan şeylərin hamısı da həbaən mənsuradır. Kim olur olsun, böyük bir alimdir, mütəfəkkirdir, şairdir, qəhrəmandır, igiddir, cəsur sərkərdədir, söz ustadıdır. Amma nəhayət etibarilə həbaən mənsura. İnsanlar, bu igidlər ölüb gedirlər, tikdikləri, yaratdıqları, yazdıqları da itbat olur. Sonra özlərinin də qəbirləri itbat olur və bu minvalla dünyaya xatir olan hər bir şey həbaən mənsura olur. Allah Əzzə və Cəl Həzrətləri dünyanı əd-dünya məl'unun buyurub. Dünya məl'undur. Yəni dünya Allah-u Teala tərəfindən sevilmir. Və sevilməsində səbəbləri var. Sevilməsinin səbəbi budur ki, Allah Əzzə və Cəl Həzrətləri dünyada özündən xəlifə olaraq insanı və insanların cövhəri olan peyğəmbərləri göndərib. Amma Allahın sevmiş olduğu ən sevgili bəndələr olan peyğəmbərlər dünyada ikən çox əziyyət çəkiblər. Həm məişət işlərindən, həm öz qövmündən, insanlardan və axırında köçüb gedirlər, ardınca bilən bilməyən hər şey danışır. Allah-u Teala deyir ki, mənim evliya qullarıma kim ədavət eləsə, düşmənçilik eləsə, mən ona müharibə elan edərəm. Yəni Allah-u Teala'nın gözündən düşən dünyada, Allah-u Teala'nın gözündə ən sevgili olan peyğəmbərlər dünyada əziyyət çəkiblər. Və onlarla bahəm evliyaların yolunda olan, daha doğrusu peyğəmbərlərin yolunda olan, Allahın yolunda olan evliyalar da, möminlər də dünyada hər daim əziyyət çəkiblər. Əd-dünya sicnül müminin. Dünya müminin zindanıdır. Möminlər dünyada doğru yolda olduqları müddətcə dünya pərəst adamlar dünyada öz məqsədləri, məramları olub, öz məqsəd və məramlarına maniçilik törədən peyğəmbərləri və salih kimsələri, möminləri incidiblər və həyatın da qaydası elə ondan ibarətdir ki, həyatda baxıb görürük ki, salih insanlar elə yaşantılarından, həyatlarından dünyada əziyyət çəkiblər. Adəm əleyhissalam, oğlanları, Nuh əleyhissalam, ailəsi, Eyyub əleyhissalam, xəstəliyi, Yunus əleyhissalam, qövmü ilə olan anlaşılmamazlıq, Peyğəmbər əleyhissalam öz həmşəhərləri ilə, öz qohumları ilə əmsi başlı çəkmiş olduqları zülm və zillət və bizə qədər də gəldikcə müharibələr, təbii fəlakətlər, xəstəliklər, ölüm, itimlər. Bu yaxınlarda bir ağsaqqalla söhbət edirdik. Belə tanımırdım, geyimi, kecimi, sonra danışığı, savadı yerində olan
başımda düşündüyüm və qiymət verdiyim ən bəxtəvər adam qərarına gəlirdim ki, söhbət əsnasında dedi ki, insan üçün ən çətin şey atanın öz evladını qəbirə qoymasıdır. Bəli, dünya sürprizlərlə doludur. Heç bilmirik ki, dünya səhərsi gündə elə bir yerdir ki, hansı imtihan başımıza gələcəkdir və çox da etibarsızdır. Və Allah-u Teala'nın dünyanın sevinməsinin bir digər səbəbi də kafir belə olsalar, dünyapərəslərin, kafirlərin, münafiqlərin, fasiqlərin, mücrimlərin dünya tərəfindən aldadılıb Allaha qarşı üsyankar olmaqlarıdır. Allah insanı sevərək yaradıb, onları sevərək yaradıb. Amma onlar dünyaya aldandıqlarından, onları sevərək yaradan Allaha qarşı asi olduqları dünyadan qəlbləri, vicdanları, düşüncələri, həyat tərzləri dünya ilə dop-dolu olduğundan imansız olaraq ayrıldıqlarında peşmançılıqlarından deyərlər ki, Rabbirci'uni lealli a'malu salihan. Peşman olarlar dünyaya qayıtmağı və həyatlarını yenidən başlamağı və salih əməllər görməyi təmənni edirlər. Amma hələ dünyanın pisliyi bundan ibarətdir ki, aldatmış olduğu insanları mən biləydim, mənim ikinci ömrüm olsaydı bunu necə yaşayardım. O peşmanlıq hissi insan üçün böyük bir müsibətdir ki, o şans ikinci dəfə insana verilmir. Və dünyanın puç və heç və aldadıcı olduğunu ariflərdən başqa bir digər insan bilə bilməz. Ancaq ariflər bilirlər. Arif kimlərdir? Məsəl üçün, arif adamdır ki, mütəxəssisdir. Hardasa bir kirəyə, məsəl üçün, bir ofis tutmaq istəyir, bina tutmaq istəyir, orada iş qurmaq istəyir. Və yaxşı bir qiymətə də bir yer var imiş. O da gəlir, baxır, görür ki, yox, buranın elektriki yoxdur, iş görmək üçün şərait yoxdur, işçiləri, personalı, orada işə cəlb etmək üçün lazımi şərait yoxdur. Və oradan imtina edir. Çünki o arifdir. Amma naşı adam gedər orada işdə 1 ay, 2 ay, 3 ay və işlər də pozular və işçilər də dağlar. Və ziyana düşər. Bu adam arif adamdır, işinin tərini bilir. İnsan da gərəkdir dünyada naşı olmasın. Dünyada hər daim insan nagiran yaşamalıdır. İnsan özünü dünyada rahat hiss eləməməlidir. Dünyada bizi əhatə eləyən şeylərin arasında özünü rahat hiss etməməlidir. O, ahirətin nagiranlığı ilə yaşamalıdır ki, dünyada aldanmayım, imanımı əldən verməyim, dünyadan Allahı qəzəbləndirərək kafir çıxmayım, haqq hesabım mənim üçün qolay olsun, əbəd duracağım yer cənnət olsun, vasil olacağım da Allah olsun, görəcəyim də Cənab Allahın cəmalı olsun. Bu düşüncədə olmalıdır mömin insan. Amma nə təəssüf ki, dünyaya gələn insan dünyaya aldanır. Aldanmağı da əslində təbii niyə? Çünki dünyaya gələn insan uşaq körpə vaxtından dünyada olan şeylərlə ünsiyyətdədir. Həm qida olaraq, həm geyim olaraq, yaşamış olduğu coğrafiya uyğunlaşır, doğulub böyümüş olduğu cəmiyyətin xasiyyətini alır, ailəsinin tərbiyəsini alır və o dünyalaşır. Gərək ki, bu dünyalaşmanın içində olan ruhunu və sinəsində daşımış olduğu qəlbini hakim olaraq önə çəksin və hər şeyə mədəsinin gözündən yox, şəxsi maraqlarının, egosunun tətmini baxımından yox, ruhunun, qəlbinin, vicdanının aramlığı baxımından baxsın ki, o kamil insan olaraq dünyada xoşbəxt olsun. Bir müminin xoşbəxtliyi qəlbinin aram olmağındadır. Allah-u Teala'nın huzuruna çıxan da insanın qəlbidir ki, Allah-u Teala'nın huzuruna çıxan Ələ-mənətəllah bi qəlbin səlim, səlim olan qəlbdir ki, Allah-u Teala onu ilə müxatab olacaq qiyamət günündə. Və bu arif olan insanlar dünyadan əl-ətək çəkiblər və mələklər də birinci insan olan Adəm əleyhissalamın cismini Haqq Teala'ca yaratmaq istəyəndə mələklərə buyurdu ki, Əuzu billahi mineşşeytanirracim, inni ca'ilun fil ardı xalifə, mən yer üzərində bir xələf yaratmaq istəyirəm.
meleklerin Allahu Teala'ya vermiş olduğu cevap "Qalu etec'alu fiha men yufsidu fiha ve yusfiku dima." Sadakallahu azim cevabı oldu. Yani ya Allah, sen yer üzerinde fesat çıkardan ve kan töken birini mi yaratmak istiyorsun? Hele Adem Aleyhisselam yoktu. Hele dünyada insanın yaşam pratikası yoktu ki melekler bilsinler ki insan yer üzerinde fesat çıkartır. Bu da geleceği onun için fesat çıkartır. Niye besin melekler böyle? Çünkü Adem birinci insandı. Çünkü melekler Adem Aleyhisselam'dan evvel de yerin bir şey olmadığını, qeydə değer bir yer olmadığını bilirdiler. Çünkü dünya dediğimiz gibi varlık aleminin en dibidir, en aşağısıdır. Ve bir varlık eğer buraya gönderilirse demek ki bu edna yerde yaşayacak insanlar da öz kıymetlerini itirecekler, kan tökecekler, fesat töredecekler. Çünkü melekler alimdi. Adem insanların ruhlarının yaratılışını, Adem Aleyhisselam'ın palçıqdan xilqətini ve dünyaya gönderilmesini öz elmleriyle görüp, anlayıp, okuyup, arif olup bu meselenin axırda fesat çıxartmaqla və qan tökməklə nəticələcəyini təxmin etdilər və belə bir cavab verdilər. Adəm Aleyhisselam isə yerə göndərilməsini əfvinizə sığınaraq bir misalla deyim ki, izah edeyim. Adəm Aleyhisselam cənnətdə olduğu müddətdə bütün nemətlərdən istifadə edib, istifadə etmiş o nemətlər onun bədəninə ibadət etmək üçün qüvvət veribdir. Amma qadağan olmuş o meyvədən Adəm Aleyhisselam istifadə etdikdən sonra Həvva nənəmizlə onların bədənində cənnətdə olmayan və o vaxta qədər də baş verməmiş bir proses gedir. Əvvəl yedikləri tər olub bədənlərindən çıxırsa, amma indi yemiş olduğu bu meyvənin biyoloji yoldan bədənlərinə xaric olmaq ehtiyacı yarandıqda Allah-u Teala o ehtiyacı görmək üçün onu dünyaya göndərdi. Yəni dünya Adəm Aleyhisselamın o ehtiyacını görəcək yerdir ki, bu da bizim evimizdəki sanitar qovşağı. Oranı Çeski kafildə vursan, qızıldan oranın ləvazimatını da gətirsən, ora cürbəcür ışıqlar da neynəsin də oranın adı üstündədir. O Adəm Aleyhisselam ki, bu işi görmək üçün dünyaya gəlmişdi. Biz bu günləri dünyanı, evimizi, eşiyimizi, işimizi, gücümüzü nə qədər bərbəzəkli eləsək də, hardan mərmərlər, hardan bahalı daşlar, hardan mebellər, hardan özümüz üçün lüks həyat, rifahlı bir həyat qurmaq istəsək də, enində sonunda bura Adəm Aleyhisselamın ehtiyacını görmək üçün gəlib və qalmış olduğu yerdir. Və şeytan əleyhillənə Adəm Aleyhisselamın cənnətdən çıxarılmasına səbəb olduğu üçün, and içdiyi üçün, yalan vədlər verdiyi üçün o da cənnətdən çıxarıldı və möhlət verildi qiyamət gününə qədər şeytana da. Və Ruhul Bəyan kitabında yazılıb ki, hər gün şeytan dünyanı təqdim eləyir dünya əhəllərinə, insanlara və deyir ki, mən dünyanı satıram. Dünyanı məndən almaq istəyən varmı? Dünya əhəlləri, dünya pərəst adamlar, bütün planları, yaşam tərzləri dünyaya görə olan şəxslər, onlar deyərlər ki, bəli biz alarıq. Şeytan deyər ki, mənim satmış olduğum bu dünya çox qüsurludur. Ayıbları vardır. Çox tez xarab olur və s. Deyirlər ki, olsun deyir ki, iblis, şeytan, mən dünyanı əldə eləmək üçün ki, mənim indi malımdır, mən 4 dənə şeydən keçmişəm buna görə. Siz də hazırsınızmı keçməyə? Nədir onlar? Mən buna görə cənnətdən qovulmuşam. Mən Allahın lənətinə gəlmişəm. Allah-u Teala məni dünya kimi ədna bir yerə sürgün eləyib və bir daha mən cənnətə dönməmək üzrə dünyadayam. Allah-u Teala'nın cənnətinə girməmək üzrə. Və dünya deyərlər ki, biz bunları hamısını qəbul edirik. Tək ki, qarnımız tox, keyfimiz xurram, sonra işlərimiz dünyada avant və bunun kimi keyfiyyətlər, dünyəvi şeylər bizim olsun. Toyxana, meyxana bizim olsun deyərlər. Və iblis dünyanı onlara verər və deyər, siz çox ziyanlı bir
ticarət etdiniz. Dünya əhliləri də əlbəttə bunu ilə dünyapərəstlər razıdırlar. İmam Ğəzzali isə deyir ki, dünya ümumilikdə 3 şeydən ibarətdir. Dünyada yaşamaq üçün lazım olan şey qidalanmaq, ikincisi geyinmək və üçüncüsü də məskəndir. Bu 3 şey insan üçün olduqda insan rahat yaşayır. Yaşamağa evi olmayan dünyada narahat həyat keçirtir və yaxud da ki, yeməyə ərzağı olmayan, geyməyə paşpaltı olmayan insan natamam həyatı yaşayır. Bu 3 şey olduqda insan dünyada rahat yaşayır. Amma bu bilmək lazımdır ki, bizim dünyada rahat olmamız üçün lazım olan bu 3 şey bədənimizin rahat olması üçündür. Bədənimizin rahatlığı bizim ruhumuzun, qəlbimizin rahat olması üçündür. Çünki bir insan acdırsa, onun qəlbi də narahat. Bir insan çıplaqdırsa, soyuqdursa o insanın dini də nöqsandır. Deyək ki, o bu 3 şey təmin etsin ki, bədən rahat olsun. Bədən rahat olmağı, qəlbinin, ruhunun rahat olmağı üçündür. Qəlbinin rahat olması isə Allah-u Teala'ya mərifət məqamında vasıl olmaq üçün Allah üçündür. Çünki bədənin qidası saymış olduğumuz şeylər, ruhun qidası isə Allah-u Teala ilə məşğul olmaqdır. Evliyaların səri tacı, möminlərin əmiri, Peyğəmbər əleyhissalatu vəssalamın xəlifəsi və əshabı və damadı Cənab-ı Əmir el-Müminə Ali kərrəməllahu vəchə dünyada olan bizim daha önce yürüdüğümüz, elde etmeye çalıştığımız dünyanın 6 şeyden olduğunu detallandırıp, yani neynəsində sağa sola, dünya ancaq bu 6 şeyden ibarətdir, deyir Cənab-ı Əli. Deyir, birincisi budur ki, dünyanın birinci ləzzəti yeməkdir, içməkdir, yeməkdir. Dünyanın birinci ləzzəti ki, yeməkdir. Bu yeməklərin ən ləzzətlisi baldır. O da arının qusuntusundan yaranır. Dünyada digər bir ləzzət sudur. Su da elə bir ləzzətdir ki, içmiş olduğun suyu səndən qabaq mütləq kim seçib? Nə bilim, milyon il bundan qabaq dinozavr mı içib? Və ya 5 il bundan qabaq Afrikada birisi mi içib? Distilli olur, gəlir bizdən onlara bu minvalla ən ləzzətli içəcək sudur ki, o suyla səndən qabaq kim seçib? Dünyanın ən gözəl ləzzətlərindən birisi gözəl geyinməkdir. Ən gözəl geyim ipəkdəndir ki, onu da arı, onu da böcək, barama öz türcəyindən düzəldir. Dünyanın bir digər ləzzəti ətirdir. Ətir, dünyanın ən gözəl qoxusu, insana rahatlıq verəcək ətir. Müşktür, müşk də ceyranın, heyvanın göbəyindən yaranan bir nemətdir. Dünyanın bir digər neməti atdır. Minik vasitəsidir. Minlər heyvanların ən şərəflisi atdır. Ata da ən qüvvətli, gözəl, sərkərdə, igid minir və döyüşə girir və həlak olur. At oradan geri boş qayıtır. İgidlər aparır, özü boş qayıtır. Bir digər dünyanın neməti İmam Əli buyurur ki, qadındır. Qadın bir insan kimi insanlarla xoş görünsün deyə üzlərini təmiz tuturlar, üzlərini saf tuturlar, bəzəkli tuturlar və elə çıxırlar cəmiyyətə. Amma və lakin onu görənlərin fikirlərində xəyallar, onların üzü yox, başqa-başqa fikirlər olur. Demək ki, dünyanın bu 6 neməti də bu minvalla belə olur. Demək ki, sən dünya barəsində bir şey düşünürsən, fikirləşirsən, amma dünyanın əsli isə başqa şeydir. İndi ayət dedik, hədis dedik, indi bu saydıqlarımızı möhkəmləndiririk. Hamımızın sevmiş olduğu Azərbaycan şairi Məhəmməd Şəhriyarın bir şeiri ilə deyir ki, bu dünya fanidir fani, bu dünyada qalan hanı, Davud oğlu Süleymanı taxt üstündən salan dünya. Boğulaydın doğan yerdə, doğub xalqı boğan yerdə, oğul nəşin oğan yerdə, ana zülfün yolan dünya. Səni bayquşlar alqışlar, dəli viranəni xoşlar, dolan əqlə səni boşlar, içi boşla dolan dünya. Ocaq ikən sönəymişsən, çanaq ikən çönəymişsən, sən nə pis nənəymişsən, nağlı yalan palan dünya. İgidlərin başın yiyən
qocalar bozbaşın yeyən, qəbirlərin daşın yeyən, özü yenə qalan dünya deyir Məhəmməd Şəhriyar. Həqiqətən də nə qədər ibrətli sözlərdir. Dünya görmüş bir insanın, söz xiridarının dünyaya vermiş olduğu qiymət həqiqətən də ibrətamizzdir və diqqətə şayandır. Dünyanı nə cür qəbul edək? Dünya bizə nə yerdir? Peyğəmbər əleyhissalam buyurur ki, cənnətdə evi olmayanların evidir dünya. Yəni bir insan hədəfini axirət və cənnət eləyibsə, dünya onun üçün uzaq səfərə çıxan bir adamın bir ağacın altında kölgələnməsi qədər olan müvəqqəti bir duran yerdir. Amma kimin ki fikri axirətdə deyil, orada evsiz, eşiksiz, əzablar, məşəqqətlər içində olacaq, o adamların bəli dünya evidir. İmam Qəzzali dünyanı necə qəbul edək, başa düşəksə, bir misalla bizlərə bəyan edir. Deyir ki, bir səxavətli, bir varlı bir kişi, bir bəy, bir xan, məmləkətin bütün xalqını qonaq çağırır, evlər, çadırlar qurur, yemək, içməklər hazırlayır, taxtlar, divanlar, cürbəcür yeməklər və xalqı bölük-bölük hamını növbə ilə qəbul etməklə yedirib, içirib orada qonaqlığa verib yola salmaq düşünür. Və o növbə ilə gələn cəmaatdan bir dəstəsi gəlir və görür ki, bəli, meclis qurulubdur, ahəstədir, yeməklər, içməklər, qızıl qaşıqlar, gümüş kuzələr, manqallar, örtüklər, örpəklər və s. Bunlar gəlirlər, bilirlər ki, bu süfrə bunlar üçün hazırlanıb və yirlər, içirlər və gedirlər. İkinci bir dəstə gəlir, içəri gedəndə orada təzələnən yeməkləri, qab-qaşıqları görür və başa düşür ki, bunlardan qabaq bura kimlərsə gəliblər və yeyib içib çıxıb gediblər. Və qab-qacaq da, istifadə olunan karası da yerindədir. Onlar da yeyib içdikdən sonra, özlərindən sonra gələnlərin burada heç nə aparmadıqlarını anlamayıb, İstəsələr ki, orada olan şeylərdə yeyib içdikdən sonra qaşıqları ciblərinə, kuzələri çantalarına, manqalları dallarına alıb aparsınlar, həm böyük ədəbsizlik eləyərlər, həm də özlərinə bir hürmət eləyərlər. Çünki o xanın, o beyin adamları o yerdən çıxdıqdan sonra o şeylər onların əlindən alacaqlar. Bunun kimi də insan bunu mütləq bilməlidir ki, dünya elə bir yerdir ki, Müzəkki Nüfus kitabında əfvinizə sığınaraq bir misal verir və onda burada sinçidir. Deyir ki, dünya əxlaqı pozulmuş bir qadın kimidir ki, o qadın bu günləri səninlə eşrət yaşamağı söz verir. Saçlı, saqqallı sənin tumarlayır. Daim səninlə qalacağını sənə vəd verir. Sənin için qulağına mahnılar zümzüm eləyir və səninlə yoldaş olacağını sənə söz verir, amma gecə qutarır və səhər baxır, görür ki, o adam, həmin o dediyimiz şəxs başqa birisini əyləndirməkdədir. Məlum olur ki, sənə qədər də bu çoxları ilə əylənib. Dünənki sözləri boş sözlərdir. O sadəcə onun işi ondan ibarətdir. Yalan danışırdı. Və səndən sonrakıları da sənə dediyi sözləri onlara da deyir. Deyir ki, sən mənimsən, bir dənəmsən, ürəyimsən, canımsan, cicimsən. Amma səni və səndən qabaqkiləri aldatdığı kimi bu dəfə də onları aldadır. Dünyaya gələn adam düşünəcək ki, bu dünya bizlərə yar və yoldaş, sirdaş deyildir. Dünya aldadıcı bir mətadan ibarətdir buyurdu Allah-u Teala ayəti cəllədə. Və bura gələn dünyada olan nemətlərdən yiyəcək, içəcək, istifadə eləyib, qoyacaq və yoluna davam eləyəcək. Dalını alıb heç kim aparmayacaq. Peyğəmbərimiz Əleyhisselatü Vesselam hədis şərifində buyurur ki, Əd-dünya məzra'atul axirə. Dünya axirətin tarlasıdır. Burada iki məna çıxarırıq biz. Birinci, zahiri mənası. Həqiqətən burada imanı, namazı, itaat ibadəti, valideynə tabiçiliyi, yaşadığı dövlətə, vətənə səmimiyyəti, sədaqəti, millətinə, cəmaatına, el ovasına xidməti, zikrini, fikrini, Qur'anı, salavat şərifəsini, itaat və ibadətini yerinə getirir, əkir. Axirətdə isə onu biçəcək və ondan faydalanacaq.
Amma buna Muaz ibn Cəbəl adında Peyğəmbərimiz əleyhissalamın əshabı belə məna verir. Dünya bir tarladır. İnsan bu tarlada salih əməllər ekir, dünya ilə məşğul olur və bir günləri bu əkin yetişdikdən sonra Əzrail əleyhissalam ölüm orağı ilə gəlir və insanı biçir. Və Ərasat meydanı, qiyamət günü, məhşər meydanı isə haqq hesab qurulur, xırmana o etmiş olduğumuz əməllər, biçmiş olduğumuz əməllər yığılır, orada içinə vəl gəzdirirlər, orada onu hövsillər, orada onu ambarlara doldururlar, ya kisələrə doldururlar, ya əbədi cənnətlərə ambara vururlar, ya da əbədi cəhənnəmlərə. Bu minvalla gərəkdir insan dünyada axirətinə fayda verəcək şeylər eksin. Müminin hədəfi axirətdir, cənnətdir. Yox, əgər ki bu dünyada bir insan şəllənməklə, hırtırtırla yaşayıbsa və yaxud da ki əşyanı tədqiq eləyib, əşyanın sahibi olan Allah Əzzə və Cəl Həzrətlərini tanımayıbsa, bilməyibsə, əlbəttə ki ekmiş olduğu o acı meyvələri məhşər meydanında haqq hesab olduqdan sonra cəhənnəmdə özünə idirtəcəklər və öz əməlləri özünə əzab olaraq yetəcək. Bir günləri Bəhlul danəndə gedir, harın ərləşib görürdü ki, əmoğlu görsənmirsən, haradaydın? Deyir ki, cəhənnəmə getmişdim. Ne üçün? Deyir, od gətirməyə. Gətirdin? Deyir, yox. Deyir, niyə? Deyir, orada od yoxdur. Necə yoxdur? Biz hamımız bilir ki, cəhənnəmin ateşi var. Deyir, hər gedən özü ilə aparır. O adam ki, dünyada dünya pərəstlik eləyib, əşyanı istifadə eləyib, amma əşyanın yaradıcısını, dünyanın sahibini tanımayıb, ateşi də özü ilə aparıb deyirlər. Abdullah ibn Abbas, Allah özündən və atasından, sülaləsindən razı olsun, Peyğəmbər İslamın əmisinin oğludur. Buyurmuş olduğu bir dənə xəbər var. Dünyada ki, biz bu həyatı yaşayırıq, aldanırıq, hamımızın səhvlərimiz olur, yoxsa Allah günahlarımızı əfv eləsin. Amma qiyamət günündə bu demiş olduğumuz aldanan zümrə dünyapərəstlər ağlını, düşüncəsini, vicdanını, qəlbini, bütün duyğularını mədəsinə yedirtən lüks həyatına, komfort həyatına sərf eləyən insanlar, dünyapərəstlər, baş açıq, ayaq yalın, egin üryan, qarın ac, başlarının hizasına günəşin aşağı enib, tərləri bədənlərindən çıxıb, dərlərini yandırıb, aya, bu qiyamət günü məhşər meydanı nə cür nəticələnəcək? Bizim axırımız nə olacaq? Peyğəmbərlərin yanlarına gedib, onlardan şəfaət təmənni dilənib, yardım istədikləri belə bir həngamda qiyamət günü məhşər meydanına boyu bəstə, saçları gümüşü və kəcgal bağlamış kimi cod, sifəti qara, gözləri göy və gözlərindən insanlara nifrət və mənfi bir his yayan, ağzından irinlər axan, eynindən, bədənindən pis qoxular gələn bir qadın gətiriləcək. Orada olan məhşər cəmaatı deyəcəklər, Əl-Əzər, Əl-Əman, və-vəylənə, və ya musibətənə, bizim dərdimiz, sərimiz bizə kifayət idi. Bizim tərimiz bizi yandırır, məhv eləyir. Bunun iyinə bax, bunun görkəminə bax. Əl-Əzər eləyib, o gələn qadından hamısı kənara çəkiləcək. Ondan qaçacaqlar. O gələn qadın deyəcək ki, o qarı deyəcək ki, nə oldu? Məndən niyə qaçırsınız? Dünyada heç məndən əl çəkmirdiniz. Nə Allahı dinləyirdiniz, nə Peyğəmbəri dinləyirdiniz. Dini anekdot eləyib, cənnətdən, cəhənnəmdən, nə bilim, cürbəcür lətifələr danışırdınız, yığırdınız özünüz üçün, uşaqlarınız üçün, 7 arxa nəsliniz üçün gözünüz doymurdu. Bir dərə dolurdu, ikincisini istəyirdiniz. İkinci dərə qızılla dolu, üçüncüsünü istəyirdiniz. Olmayanlar olanlara baxırdı həsrətlə, olanlar olmayanlara baxırdı nifrətlə. Sən kimsən deyib soruşurlar bu sözləri deyənə. Deyir ki, mən sizin dünyadan məndən möhkəm yapışdığınız və qəlbinizi mənim məhəbbətimlə doldurduğunuz dünyayam. Allah-u Teala onun əsl simasını qiyamət günündə
göstərəcək. Allah burada da göstərə bilər, bu açıqlıqda. Amma imtahan sirri itər. Allah özünü də göstərə bilər, Allah cənnət cəhənnəmi də göstərə bilər. Kitabın vərəqi kimi belə vərəqləyib biz ərşi kürsü də görə bilərik. Onda imtahan sirri itər. Buraya gəlməyimizin məqsəd elə baxıb, görüb inanacaq idiqsa, hələ biz keçmiş dərsləri xatırlayın, söhbətləri, hələ biz Allah-u Teala'nı görürdük də, eşidirdik, elə oradaydı mələklərlə, ərş, kürsü, cənnət, hamısı gözümüzün qabağındaydı. Niyə bura göndərilirdik ki? Həm də bu sualı, o suallara cavab olaraq deyirəm bunu ki, Allah niyə şeytanı yaratıb deyirlər, niyə Allah bizi imtihana çəkir və bu şeylər. Allah-u Teala dünyanın əslində elə küpəgirən qarı olduğunu bildirib. Amma onu kimlər görüb? Onu görüb ariflər, kamil insanlar, yetkin insanlar. Xüsusən də o cavanlığında atlanıb düşüb, başı dünyaya qarşılan, dünya həzlərinə qarşı bir də baxıb görür ki, aydadır bir də 60, 70, 80 yaşı var. Onlar da başa düşür. Amma onlar başa düşüb əksərən peşman olmurlar. Qocalmaqlarına peşman olurlar. Etmiş olduğu səhvlərə yox, qocalmaqlarını peşman olurlar. İstəyirlər ki, Məlik Məmmədin atasının yediyi almadan yiyib, cavanlaşıb, yenə də hoqqa versinlər. Amma nə xoşbəxtdir o cavanlar ki, onlar həm peyğəmbərlər və evliyalar və həmin arif, dünyanı tanıyan zatlar və eyni zamanda həmin o peşman olan qocalar kimi indidən dünyanın gəldişinə baxıb, aldatıcı bir məta olduğunu görüb və ahirətlərinə hazırlıqlı olsunlar. Evliyalar, arif zatlar dünyadan gələn o iyi elə dünyada ikən bilirlər. Bir bazı dindar olan adam, bir dünyapərəst adamla danışanda fikri, zikri, pul olan, insanlara hamıya pulun qlazokundan baxan adamlar ki var, onlar oturduğunda, onlarla muxatab olan danışanda, onların rəftarından, danışığından, nəfəsindən dünyapərəst olmağını anlayırlar. Çünki öz aramızda məsələn söhbət eləyəndə dindarlarla deyir ki, xirtdəyəcən bundan dünyaya batır, bu dünyapərəst adamdır. Bəli. Amma niyə onlar hiss eləmirlər, dünyapərəstlər? Onun üçün ki, dabaqxanada işləyən dabaqçı da oradan gələn o üfunətli iyi hiss eləmir. Bilmirəm, olmuşsa dabaqxanada. Yəni olmuşum. Görür ki, orada initirlər, onu dabaqlamaq üçün, orada çox üfunətli iyi gəlir. Ora kim girsə, oranın iyindən burnu tutur, başı aylanır, ürəyi bulanır. Evə gedəndə üstündən, başından oranın inimmiş iyi gəlir. Amma o sənətkar, usta, pulu ondan çıxdığı üçün, onun sənətkarı olduğu üçün o iyi heç hiss eləmir. Çünki vərdiş olub. Necə ki biz hiss eləmirik. Çünki Adəm əleyhissalam yerə gələndə yerin, cənnət hara, dünya hara, cənnətin o xoş rayhəli, o gözəl məkanlarından dünyaya nazil olduqdan sonra, göndərildikdən sonra Adəmlə Həvva 40 gün ögəyərək gəziblər yerdə. Amma Adəm əleyhissalamdan yaranan bizlər, onun evladları artıq dünyanın bəd qoxusuna vərdiş olmuşuq. Amma mən yəni bu az yaşımız da yoxdur. Əvvəl deyirdim ki, bu az yaşımda, amma az yaşımız yoxdur. O evliyalarla, alimlərlə ki, ünsiyyət eləmişəm, onların yanında olanda, onların təcrübəsindən, həm oxuduğumuz kitablar, həm də onlarla ünsiyyətdən, onların necə dünyadan pis iyilər gəldiyini, o qiyamətdə gələcək iylərin bir nəbzəsinin dünyadan gəldiyini və dünyapərəst adamın ciyərindən o iyin gəldiyini onlar hiss edirlər. Bunda biz şahidi olmuşuq. Mövlana Cəlal Rumi Həzrətlərinin Məsnəvi əsərində belə bir rəvayət var. Bir gün bir dabaqçı bazara gedir. Bazarda piştaxtaların arasını gəzir, cürbəcür orada ərzaqlar və s. şeylər satılır. Gəlir o cərgəyə çatır ki, burada ədviyyatlar, cürbəcür ətirlər, xoş rayihəli şeylər satılır. Ərzaq və ətir qəbilindən. Bu ki, dabaqxananın iyinə vərdiş olan adamdır. Həmin o cərgəyə girəndə
o darçınların, o mixeylərin, o zəncəfillərin, o müşklərin, o əmbərlərin yiyib bunu tutur və özündən gedir. Bunun kimliyini bilməyən oradakılar, ay balam bu kişiyə nə oldu deyib, oradakı ətirlərdən, müşklərdən, oradakı o mixeylərdən, darçınlardan burnuna vururlar ki, ayılsın deyə. Amma özünə belə bir balaca o arada gəlmək istəyən adam burnuna müşkü tutan kimi yenə də özündən gedir. Biraz özünə gəlir, əmbəri tutan kimi yenə də özündən gedir. Ay balam buna nə oldu deyib cəmaat əlhəzər eləyəndə oradan bir nəfər şəxs keçir ki, onu tanıyır. Tanıyıb deyir ki, ay balam siz nə edirsiniz? Bu dabaqçıdır, siz bu ətirləri, xoş rayihələri buna verib, onu daha da öldürəcəksiniz ki, mən onu diriltən, ayıltan təri bilirəm. Gedir bir natəmizlik gətirir, o murdarı, nəcasəti onun burnuna tutur, burnuna dəyməklə onun üçün xoş rayihə sayılan o iyi çəkən kimi özünə gəlir və onu oradan uzaqlaşdırırlar. Dünya pərəst adamlar bir miqdar elə biz dünyanın bu iylərinə vərdiş olmuşuq. Amma qiyamət günündə öz siması ilə, əsl görkəmi ilə ortalığa çıxanda biz ondan qaçacağıq. O səbəbdən də Peyğəmbərimiz Əleyhisselamın bir hədisi var. İndi xatırlayıram, xatirinizdə zikr edeyim sizdə. Kainatın fəxri Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Əd-dünya cifə. Dünya bir dənə cifədir, leşdir. Deyir ki, leşdən cifədən iyi gələr və diksindiricidir. Dünya da belədir. Peyğəmbərimizin də buna oxşayan çox misalları var. Məsələn, Əbu Hureyrəni, raziyallahu başqa sahabələri müxtəlif vaxtlarda o zibillik yanından keçdikdə orada məsəl üçün ölmüş bir qoyunu göstərir və dünyanı ona oxşadır ki, necə bu qoyundan pisinlər gəlirsə, necə eybəcər görsənirsə, dünyada belədir. Və yaxud da bir dəfə keçəndə bir insan kəlləsi, bir heyvan sümüyü, bir də çirkili bir əskini göstərərək deyir ki, bu kəllənin sahibi də dünyada çox işləri, çox planları, çox hərəkətləri vardır. Amma bu günləri zibillikdə o baş veillənir. O dünyada çox çalışardı, dünya toplamaq üçün. Toplamış olduğu, geymiş olduğu insanların əlbisələrindən, geyimlərindən bir parça əski. Dünya bu parça qədər Allahın gözündə hörmətsizdir, qiymətsizdir. Bu heyvan sümüyü, bu heyvana minmək üçün, bu heyvandan, ətindən, yunundan və s. sütündən istifadə etmək üçün o insan çox çalışıb. Bu da onun sümüyü. Bu minvalla bizim etmiş olduğumuz bu işlərin tamamı həmin o keçici və əbəd şeylərdən ibarət. Dünya budur. Bakı şəhərinin, İçəri şəhərin xüsusən, altında bir şəhər var. Qazıntı eləyirlər. Bir yerdən hamam çıxır, bir yerdən divanxana çıxır, bir yerdən saray çıxır, bir yerdən məscid çıxır. Qız Qalasının ətrafı, İçəri şəhər. Elə yaşadığımız mübarək Quba. İstir şəhərimiz, istir kəndlərimiz. Qubanın altında bir Quba var. Qubanın xüsusən o mərkəzsən, ev üçün, məsələn, bina qazanda torpağa çatmaq olmur, altından çıxır. Cümə məşinin ətrafındakı evlərin altında evlər var. Qubada yaşadığımız o cavanlar bilməzlər, o bilən qocalar da yetdilər. Allah can sağlığı versin hamıya. Qubanın ən belə baxımlı, gözəl yerləri qəbirstanlıqdır. Məsəl üçün, Nizam Parkı dediyimiz yer tamam qəbirstanlıqdır. O vaxtı Çar Rusiyası bizi işğal etdikdən sonra erməniləri ki, Qubaya köçürtür, Nizam Parkının ətrafındakı qızıl kərpicdən olan evlərin əksəriyyəti, demək olar ki, hamısı erməni evləridir. Həmin o erməniləri də müsəlman qəbirstanlıqlarını məhv eləmək üçün orada ev tikməyə, məhəllə salmağa icazə veriblər. O evlərin altı qəbirlərdir. Hətta Allah rəhmət eləsin Heybət əmiyə, Heybət əminin dükanı ki var, onun yerində Şirvanşahlar şahının Quba canişinin türbəsi vardır. Bu su kanalizasiyanın axırıncı dəfəki çəkilişində o məhəllənin ətrafında, küçələrin içərisində ki, qazıntı işləri apardılar, nə qədər qəbirlər çıxdı. Nizam Parkında olan pirə, arada mən gedirəm Mətləbovaya, ziyarət edirəm və girirəm, ağlamağım gəlir. Niyə? O çarşablı qadınların, o igid, mömin, əməli salih kişilərin qəbirlərinin üstündə bir də görürsən konsert verirlər. Qafil insanlar oxuyurlar, cavanlar da orada hürrot çıxardır, fişəng atırlar, xəbərləri yoxdur ki, ayaqlarının altında əcdad yatıbdır, sümükləri də qıcıldayır.
Dünya bundan ibarət. Bu minvalla Qubada bir nömrəli məktəbin yeri, Dəvədəbani masivi və idman kompleksinin ətrafı, altı, hamısı qəbristanlıqdır. Və yerində bu dəqiqin insanlar yaşayırlar. Və bir günləri biz də dünyadan köçüb gedəcəyik və biz də yaddan çıxacaq. Bizim də üstümüzdə binalar, evlər tikiləcək. Amma həfiz olan Allahu Teala heç bir şeyi unutmur, mühafizə eləyir. Zərratı qiyamət günündə zayi etmədən toplayacaqdır. Və dünyanın da hər yeri, biz ki bu dəqiqə dünyada yaşayırıq, 8 milyard insan var. Neçə milyardlarla insanlar gəlib gediblər. Demək ki, dünya əslində elə başına ayağa qəbristanlığa hesabdır. Hər yer bizdən əvvəl yaşamış insanların qalıqlarının ibarət. O cümlədə kəndlərimiz dəfələrlə iştirak eləmişik. Ev tikib, heç nə çıxmayıb. Orada o tərəfdə ədəbxana tikəndə oradan qəbristanlıq, qəbirlər çıxıb. Ev üçün bina açanda oradan qəbirlər çıxıb. Dəfələrlə bizlər aparıblar. O da özünə görə bir kişi idi, o da özünə görə bir igid idi, o da özünə görə bir xanım idi. Amma bu günləri kimlik yaddan çıxıb. Dünya bax belə aldatıcı bir yerdir. Amma dünyanın aldatıcı və yox olucu, yox edici bir yer olduğunu bilməsi üçün insanın gərəkdir ki, qəlbində iman nuru, iman işığı olsun. Belə bir misal çəkim. Bir şəxsə qaranlıq otaqda bir qab verirlər. O adam da o qabı alır əlinə, deyirlər ki, bu qaba nə deyə bilərsən? O qaranlıqda olduğu üçün əl gəzdirir həmin qaba. Deyir ki, qabdır da yerə düşüb, çox istifadə olunub, üstü də cızıq-cızıq olub, 5-3 manat qiyməti olan bir əşyadır. Amma işıq yandıqdan sonra və onu bir mütəxəssisə, antikvardan başı çıxan bir mütəxəssisə göstəriləndə, o deyir ki, bu, məsəl üçün, gümüşdən bir camdır. Üstündəki onun cızıq dedilmiş şeylər, bəzəklərdir, naxşlardır, Qur'andan ayətlərdir. Və onun tarixinə baxır, görür ki, onun tarixi 1000 il bundan qabaq olan tarixdir və hansısa tarixi bir şəxsiyyətə, bir alimə, bir padişaha, bir bəyə məxsus olan bir dənə qabdır. Həmin qablardan, məsələn, həmin daşlardan tapılan qalıqlar həmin yerin tarixi və keçmişi barəsində böyük məlumatlar verir. Məsələn, ermənilər Qarabağda bizim tarixi abidələrdən qoparıb istifadə etmiş olduqları şeylər əslində onlar nə qədər vəhşi olduqlarını və bizim də nə qədər qədim bir xalq o torpaqların da bizim Azərbaycan millətinin, müsəlman cəmaatının mülkü olduğunu göstərən əlamətlərdir. İstəyir qədimdə yaşayan xristiyanların, albanların xaçları olsun, istəyir İrəvanda olan bizim o məhəllərin içərisində onların çayxana və ya da ki, restoran düzəltmiş olduqları məscidlər olsun. O daşlar o yerlərin qiymətindən danışır. Bunun üçün amma mütəxəssis olmaq lazımdır. İnsan da gələk mütəxəssis olsun və dünyaya baxsın. İman gözü ilə baxsın. İman qəlbinin işığı ilə baxsın və görsün ki, insan dünyada xoşbəxt olmaq üçün yaradılmayıb və dünya xoşbəxtliyi üçün bura göndərilməyib və dünya da aldadıcı, əbəs və nahal bir yerdir. Görməyənlər üçün isə Allah Teala Qur'anda buyurur ki, Əstəizu billah və mən kənə fi hazi ə'ma. O kimsələr ki, dünyada kördular. O adamlar ki, kördür, onlar əlbəttə bunu bilməzlər. Bilənə, körənə, bir adam ki, bilir, o bilir, biləcək. Amma körənə, bilənə, körənə, bəli. Peyğəmbər Aleyhisselatü Vesselam bir hədis şərifində buyuruyor, bu dünya ra'su kulli xətiyyətin. Dünya bütün xətaların, səhvlərin, dünyanı sevmək bütün xətaların, səhvlərin başıdır. Bir insan dünyanı sevməyə başladı mı, artıq fəlakəti başlayıbdır deməkdir. Amma o ariflərdən biz misal çəkdik. Bizim Azərbaycanın tarixində o dahi şəxsiyyətlərin ki, həyatına baxırıq. Onların həyatını, məsələn, Həzrət Baba dünyadan əl ətək çəkib, baxmayaraq ki, Şirvanşahlar vəliəhd olub, qardaşı padişah özü isə dağda yaşayıb. Seyyahə Şirvani çöldə yaşayıb. Molla Yusuf Müşkili Qarabağdan tərkibətən olub, gəlib Qubadan ki, Xaçmaz rayonundan Şıxlar kəndində yaşayıb. Veysel Qarani Həzrətləri, Həbib Əcəmi Həzrətləri, Şah Nəqşibənd Həzrətləri, Abdülxaliq Qucdəvan Həzrətləri, Xalidül Bağdadi Həzrətləri,
bütün arif və evliyalara baxanda görürsən ki, onlar dünyanla minimal ünsiyyət tuturlar. Çünki məqsədlər axirət olur. Məqsədləri Allah olur. Firon da belə başlamışdı. Allah'a inanırdı. Bir dülgərin, sadə bir kişinin evladı olubdur. Özü də dülgər olubdur. Sonra saray işlərinə qarışdıqca özündən əvvəlki Fironu öldürərək özü taxta çıxıb və Allahı bilib və Allahı təsbih edəndə Subhan Rabbil Ə'la, ə'la olan, ulu olan, uca olan, Rəbbim olan Allah nöqsan sifətlərdə münezzəhdir dediyi halda ətrafında olan pis dost, vəziri Haman daim ona yalan və ona egoistlik verən məlumatları verən bir şəxs. Və oradakı eş, işrət, o Misirdə, o Nil ətrafında olan bolluq və keçmişdən ona miras qalan o padişahlıq sistemə düşüb artıq. Ona elə olmağa, zalim olmağa, xalqa öz gücünü göstərmək üçün cavanlığımda uşaqlı Firon adlı bir kitab var idi. Onu oxumuşum. Neçə 100 kilometr bir arx qazdırır. Minlərlə insan ölür. Soruşurlar ki, bu çöldə niyə qazırsa bu arxı, bu kimə lazımdır? Deyir ki, öz böyüklüyümü insanlar üzərindəki öz hökmümü göstərmək üçün eləyirəm. Sonra nə deyir? Ənə Rabbukumul Ə'la. Mən sizin ən ə'la, Subhan Rabbil Ə'la deyən birisi, Ənə Rabbukumul Ə'la, mən sizin ən ulu, ən böyük Rəbbinizəm deyərək özünü Allahın yerində hiss eləməyə başladı və belə elan elədi. Dünya ki aldadıcı bir yerdir, bir gözəl misal var. O misalı da inşallah xatirinizə zikr edeyim. Bir günləri Bəhlul Danəndə bu biləkən adamlar, qəribə işləri olur onların. Qəbristanlı bir boş qəbir olur, gedir uzanır ora. Harun Rəşid oradan keçəndə görür ki, bir yatıb, deyir, bax görün birdən mənim əmoğlum olar. Deyirlər, hə, odur. Bəhlul deyib onu durğuzu, Bəhlul Danəndə durur, deyir, mən deyir, taxtı tacımdan, padişahlığımdan niyə saldın? Deyir, necə taxt tacım? Bəli, mən yuxuda padişah idim. Mənim qulluqçum, Əşrəf Əyyanım, Vəzir Vüqaram, hamısı mənim qulluğumda durmuşdular. Böyük bir məmləkətin xəlifəsi padişah idim. Məni yuxudan durğuzmaqla məni taxtdan saldın. Bu eşrəti, bu hakimiyyəti əlimdən aldın. Çox böyük pislik elədin mənə. Bəhlul deyə, Harun Rəşid deyir, ay kişi, ayam oğlu, ağlı başına yuxu deyə, yuxu, bu əsildə deyil bu. Bu yuxuda görmüsən bunu sən. Əsil həyat deyil. O deyir ki, nə fərqi var ki, mən yuxudan ayılanda, ayıldım, gözümü açdım deyə padişahlıqdan düşdüm. Sən gözünü yumacaqsan, padişahlıqdan düşəcəksəndir. Fərqi yoxdur. Həqiqətən də Cənab-ı Əlinin də kəlamı burada yerinə çürür. Buyurur ki, Cənab-ı Əli, Ən-nasu niyam, bütün insanlar yatırlar. Feyza o vaxt ki, matu, öləcəklər, intəbəhu. Onda bu yuxudan, bu qəflətdən ayılacaqlar. Biz hamımız yuxuluyuq. Öyle bir ülkeyle həmişə burada qalacaq. Dünya da bizim de ay evim, ay eşiğim, ay malım, ay mülküm. İşin en maraqlı yerində bir de baxıb görür ki, Əzrail Aleyhisselam orağı ilə gəlibdir. Mənim bu yaşıma gəlib çatıb anlamış olduğum və gəlmiş olduğum nöqtə odur ki, dünyada insanın xoşbəxt olması mümkün değildir. Və dünyada xoşbəxt adam yoxdur. Və sual verirəm sizə, siz həyatınızda xoşbəxt adam görmüsünüz ki, o adam bəxtəvərdir. Hamının özünə görə öz problemi var. Padişahların özünə görə, tacirlərin özünə görə, ailəsində, yoldaşı ilə, uşağı ilə, canı ilə əlləşən, dostundan xəyanət, satqınlıq görən, arxadan vurulanlar, sonra xəstəlik tapanlar, evladını, balasını itirənlər, evindən, eşiyindən, mülkündən olanlar. Dünya bizə balı qaşıqla verir, sapı ilə də gözümüzü çıxartır. Baxaq bir ətrafımıza heç dincələn adam varmı? Dincələn adam ətrafımızda yoxdur. Və dünyada xoşbəxt ancaq bir məxluq var, bir tayfa var. O da heyvanlardır. Çünki ölməklərini bilmirlər. Çünki keçmişlərindən xəbərləri yoxdur. Və gələcək də onlar üçün maraldır. Ay halal, ay haram, belə şey yoxdur. Harada yaşıllığı var, otlayırlar. Harada boş yeri tapırlar, orada ağlayırlar. Və çox xoşbəxtlər. Onlar yaşadığı anla xoşbəxtlər. Onların saadəti, xoşbəxtliyi də qarınlarından ibarətdir.
yeyirlər, içirlər, qarınları toxdur, yatırlar. Amma bu qədər məxluqatın içərisində insan yeganə varlıqdır ki, öz ölməyini bilir, amma ibrət almır. Amma heyvan bir il bundan qabaq əgər o yerdə bir heyvan kəsilibsə, mal kəsilibsə, üstünə 1 metrdə ot çıxıbsa, bir ildən sonra bir mal oradan keçəndə oranı bilir və bögürür. Amma hırla girilir qəbristanlığa, papiros çəkilir, xalqın ölülərinin üstünə o papiros da atılır və hələ dünya kəlamı söhbət eləməyin çıxılır. Atamızı bastırırıq, anamızı dəfn eləyirik, qardaşımız, dostumuz, qonşumuz, az yaşlı, qoca, hamı ölür, çır gedir. Heç kim ibrət almır. Bir qədər qəlbi həssas olanlar girirlər qəbristana, belə özlərini yığışdırırlar, bəzilər. Qəbristanlıqdan çıxmaqla da yenə də həmin düşüncələrinə, həmin yaşantılarına davam edirlər. Bir misal var. Dünyanın həqiqətindən deyir ki, 50 oldun, bəlli oldun. 60 oldun, batmış oldun. 70 oldun, getmiş oldun. Oldun 80, bil ki teksən. Oldun 90, bil ki yoxsan. 100 oldun, torpaqla düz oldun. Bu da insan həyatı qutardı getdi. Dünya bizim için ancaq ahireti qazanmağımız üçündür. 1000 il qara torpağın altında yatmaqdansa torpağın üstüne bir dəfə Allah demək, bir dəfə la ilahe illallah demək fəzilətli. Qəbrin altında olanlar inanmadıqları üçün, namaz qılmadıqları üçün, günahlarını tövbə etmədikləri üçün şəxsəyi döyürlər. Bizə qibdə eləyirlər. Biz dünyadayıq deyə. Çünki ən böyük evliya belə əgər qəbirdə ona namaz qılmaq, Quran oxumaq, zikirləmək icazəsi verilsə, çünki dünyada kim nə ilə məşğulsa, qiyamət gününə qədər də qəbirdə onu ilə məşğuldur. Çəkmiş olduğu zikirlərdən onlara fayda yox. Çünki əməl dəftəri bağlanır. Amma insan nə qədər ki, son nəfəsinə qədər dünyada mən qalə la ilahe illallah dəxalə cənnə. Kim desə la ilahe illallah cənnətə girəcək. Mən qalə fi axiri nəfəsihi la ilahe illallah dəxalə cənnə. Kim son nəfəsində la ilahe illallah, son nəfəsi ölür ha, onda da Allah desə cənnətə girəcək. Niyə Xıdır aleyhissalam diridir? Güya ki, dünya həyatını ləzzət almaq üçün, yeyib içmək üçün, evlənmək üçün, ev tikmək üçün, balıq tutmaq üçün, at minmək üçün, nə bilim, qoyun güdmək üçün dünyada qalır. Padişah olsun, dövlət idarə eləsin, nə bilim, xalqı öz əmrinin altında saxlasın, varlı olsun, pul xərcəsin. Xızır aleyhissalam onun üçün dirilik suyunu içib ki, əbədi olsun, bu keyfləri çəksin. Yox. Çünki dünyada olmaq, ibadət etməklə ləzzət almaq, ibadət etməklə Allahın müqərrəb, yaxın qul olmaq, dünyada yaşamaqla Allah-u Teala daha çox tanımaq şansını əldə eləmək üçün Xıdır aleyhissalam bu günləri həyatdadır. Hər biz verdiyimiz nəfəs, hər attığımız addım, hər yaşadığımız an, vüquf-u zamanı, Şah Nəqşbənd Həzrətlərinin tabirincə desək, yaşadığımız zamandan, vaxtdan xəbərdar olmağımız lazımdır. Qafil olmaq olmaz, qəflətdə olmaq olmaz və dünyanı qiymətləndirmək və dəyərləndirmək lazımdır. Yox, əgər biz axirət məsələlərini, Allah-u Teala'ya olan müqərrəbliyimizi, bəndəçiliyimizi kənara qoysaq və özümüzə yalan-palan dostlar, çürük var-dövlət, ümid bəslədiyimiz oğul uşaq və s. bunlar bizim həyatımızın mərkəzi olsa, bizə yön verən, istiqamət verən amillər olsa, həmin o şeylərdən də zərbə görəcək. O şairin bir sözü var yadıma ki, onu demsin ki, deyir ki, mənim balam bu dünyanla oynama, sən cavansan, dünya qoca dünyadır. Düşmən nədir? Dost evini dost yıxar, bilən bilir dünya necə dünyadır. Ömrə, günə etibar yox əzəldən, bir də dönüb yarpaq olmaz xəzəldən, beşiyindən bizə tabut düzəldən, kəfənindən, bələyindən, kəfən tikən dünyadır. Kim nə anlar bu zalımın işindən, çoxlarını keçiribdi dişindən, möhkəm yapış papağından, başdan papaq alıb qaçan dünyadır. Həqiqətən, başımızdan, papağımızdan müğayət olaq, eyni zamanda qəlbimizdən, imanımızdan müğayət olaq və İbrahim Aleyhisselamın Allahın bəyənib Qur'anda vəhy etmiş olduğu duasını çox oxuyaq. Rabbana atina fid dünya həsənətən və fil ahireti həsənətən və qina əzabənnar. Rəbbimiz,
Bize dünyada da həsənat ver, gözəlliklər ver ve ahirette de həsənat ver, gözəlliklər ver ve qina əzabənnar ve bizleri cehennemin ateşinden koru. Amin Rabbal alemin. Allah'a emanet olun.